Hər birinizi xoş gördük. Bugün sizə bilməcəli tənliklər və məsələlər mövzusunda maraqlı bir tənliyin həllini verəcəm. Tənlik düzdür, sadə tənlikdir, amma bir çox şagirdlər bu tip tənliklərin həllində diqqətsizlik edib doğru cavabı qeyd etməkdə çətinlik çəkirlər. Tənliyimizə keçirik. Tənliyimiz bu şəkildədir. X üstü 5-də 1, X üstü 5-də 1 vurulsun. X üstü 5-də 9 bərabərdir 4. Tənlik sadə tənlikdir. Əsaslar eynidir. Biz burada əsasları saxlayıb, əsası daha doğrusu saxlayıb, üstləri toplayırıq. 5-də 1, üstə gəl 5-də 9. Bərabərdir 4. X üstü 5-də 1 üzərinə gəl 5-də 9, 5-də 10 edir, yəni 2. X kvadrat bərabərdir 4. Sadə tənlikdir. Bunun kökləri plus minus 2-dir. Yəni x1 bərabərdir 2, x2 bərabərdir -2. Bəzi şagirdlər diqqətsizlik edib dərhal kökləri -2 və 2 qeyd edirlər. Bu kökündən yanlışdır. Nəyə görə? Çünki tənliyə baxıb görürük ki, tənlikdə kəsr üstü qüvvət var. Tənliyin kökü tənliyi doğru bərabərliyə çevirən qiymətdir. Biz də bilirik ki, mənfi ədədin kəsr üstü qüvvəti təyin olunmayıb. Burada yerinə yazsaq -2 ödəməz. -2-ni yerinə yazsaq mənfi ədədin kəsr üstü qüvvəti olur. Ona görə -2 tənliyin kökü deyil. Tənliyin kökü x bərabərdir 2-dir.